Salam müəllimlər. İndi isə belə bir tənlik verilib. Bu tənliyi həll etməyə çalışacağam. Baxın, x vurulsun 4 üstü x bərabərdir 1-ə. Gördüyünüz kimi x burada 0-dan fərqlidir. 0-a bərabər olsaydı əgər, 0 nəyəsə vursa 0 olardı. 0-dan fərqli olsun, hər tərəfi x-ə bölə bilərik. Baxın, buranı da x-ə bölək, digər tərəfdə x-ə bölək. X-lər x-a geçsə qalacaq 4 üstü x bərabərdir 1 bölsün x-ə. İndi isə biz nə edə bilərik? Hər tərəfi 1 bölsün x-in dərəcəsindən qüvvətə yüksəldə bilərik. 4'ün üstü x'in üstü 1 bölsün x bərabərdir 1 böl x'in üstü 1 bölsün x. Buradan 1 böl x'dən x'də gələcək qalacaq 4 bərabərdir 1 böl x'in üstü 1 böl x. İndi isə 4'ü 2 üstü 2 kimi yaza bilərik. 2'nin üstü 2 bərabərdir 1 böl x'in üstü 1 böl x. Buradan da 2 bərabər 1 bölsün x olur. Deməli 1 bölü x bərabər 2 olarsa, buradan alınır? Alınır ki, x bərabər 1 bölü 2'miş. Cavab 2'də 1 və yaxud da 0,5. Sağ olun.